Bu din bizə deyir ki, gecə bir adamı günah eləyən yerdə gördün, səhər ona günahkar gözü ilə baxma. Denən ki, tövbə eləyib. Mənim nə işimə qalıb? Tövbə eləyib. Gecə günahı gözümlə görmüşəm, gəlim deyim aləmə car çəkim heç ürəyimdə də deyir ona günahkar kimi baxma. Fürsət olub səhərə qədər, nə bilirsən nə eləyib? Gecə günah eləyib, səhərə yaxın tövbə eləyib, indi tam bağışlanmış səndən də bəlkə üstün adam. Bu din bizə bu təlimi verir. Din bizə deyir, qeybət eləmə, heç kəsin qeybətini eləmə. Yəni, bir adamın günahını danışma. Bilirsiniz niyə görə? Çünki o insan qeybətdən qorxub birdən günah eləməz, o da onun azadlığını əldən almaqdır. Qorxar ki, abrımı tökəcəklər. Ona görə din deyir, qeybət zinadan da pisdir. Birdən abrını apararsan, abrının getməyindən qorxub günahdan çəkinər. Allaha hörmətdən yox, sən dindarın qorxusundan, sən dindarın onun abrını aparmasından qorxar. Din deyir, bu psixoloji təzyiqdir insanlara, bunu eləmək olmaz insanlara. Qoy azad şəkildə özü yetişsin, günahı tərk eləsin.